bilmək istəyirəm ki, sənin dinin nədir? Mənim dinim müsəlmandır. Elə məktəblər var ki, Çinlilərin özü üçün hardasa aylıqları 10.000 dollar, 11.000 dollar, yəni bu qiymətlərdir. Bir bəy Çinli bir xanımla evlənəndə xanımın atası bəydən müəyyən məbləğdə pul tələb eləyir. Məsəl üçün 40.000 dollar. Və biznes kimləsə danışmalı məqamlar olanda qadın başlayır danışmağa. Şəxsən özüm nə it pişiyi, nə tarakan yemişəm. Qurban bayramında qurban kəsmisiniz. Biz hər Qurban bayramında qurban kəsirik. Yaxınlaşıb götürmək istəyirdim. Orada bir meyvə var idi, dragon fruit var idi. Orada mənə yaxınlaşıb dedilər ki, bəs bu Budda üçün qoyulan yeməkdir. Bunu insanlar yeyə bilməz. Əksinə insanlar evindən gətirir, Buddaya verirlər. Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilərim. China Talks verilişinin birinci bölümündə hər birinizi salamlayıram. Bugünkü bölümümüzün adı Çinli-Azərbaycanlı olacaq. Çünki həqiqətən də hər birinizə maraqlı gələcək. İkisi birində bir qonağım var. Aydın, xoş gəlmisən. Salam, hər vaxtınız xeyir olsun. Mənim adım Aydındır. 24 yaşım var və uşaqlıqdan Azərbaycanda keçirib məndə. Azərbaycanda doğulmusan və böyümüsən. Eyni zamanda Azərbaycan dilində də səlis danışa bilirsən. Bəli, Azərbaycan dilində də, rus dilində də rahat şəkildə danışa bilirəm. Adın Aydındır. Amma məncə bu sənin nickname-indir. Çünki çinlilərlə işlədiyimə görə bilirəm ki, hər çinlinin bir də təxəllüsü olur. Ya rus dilində götürürlər, ya ingilis dilində. Səndə necədir? Öz adındırmı Aydın? Bəli, bu mənim öz adımdır. Şəxsiyyət vəsiqəsində və ya pasportda məndə Aydın gedir. Düzdür, soyadım artıq orada Azərbaycan soyadı deyil. Soyadım Lindir. L-in. Lin. Mənası? Lin mənası Çin dilində meşə deməkdir. Ona görə də şəxsiyyət vəsiqəmdə məndə Lin Aydın kimi gedir. Yaxşı, bəs niyə Aydın seçiblər? Düzün, bu haqda da mən maraqlanmışam. Atam deyib ki, bəs dostlarından bir yerdə olanda deyiblər ki, bəs mənim adımı Aydın qoysunlar. Aydın daha da yaxşı olar. Yəni dostları ideya veriblər də bir növ. Bəli. Ondan da sonra elə mənim adım da Aydın qoyublar. Çin adında var. Bəli, var. Amma Azərbaycan adını daha çox istifadə edirsən. Bəli, evdə olsun və ya başqa bir yerlərdə olsun, adətən məni Aydın çağırırlar. Ailədə də Aydın çağırırlar. Aha. Bəs bacı qardaşların da hər birinin adı Azərbaycan adıdırmı, yoxsa Çin adıdır? Bəli, Azərbaycan adıdır. Bilmək olar adlarını. Böyüyün adı Məhəmməd, sonra Aygün. Hətta İslam adı, müsəlman adı. Bəli, sonra Aygün, Emin və Arzu. Arzu, Emil, amma hər birində özünün bir dənə də Çin adı var. Bəli. Hə. Amma hamı bir-birini Azərbaycan adı ilə çağırır. Bəli. Mənim sənə birinci sualım, bizə çox maraqlıdır ki, sən burada doğulub böyümüsən və özünü ən çox hansı ölkəyə yaxın hiss edirsən? Özünü Çinli kimi hiss edirsən, yoxsa Azərbaycanlı kimi? Mən əslində 50-50-yə hiss edirəm. Yarı Çin, yarı Azərbaycanlı kimi hiss edirəm. Çünki uşaqlıqdan burada olduğuma görə həm biraz Azərbaycanlı kimi hiss edirəm, amma mənim köküm Çinli olduğuna görə, həm ana tərəfdə, həm ata tərəfdə Çinli olduğuna görə, həm özümü Çinli kimi də hiss edirəm. Bəs ailədə hamı sənin kimi Azərbaycanca səlis danışa bilirlər? Uşaqlar bəli, Azərbaycan dilində səlis danışırıq. Çünki uşaqlar demək olar ki, uşaqlıqdan burdayıq. Amma valideynlər, anam və atam, onlar sonradan gəliblər deyə və Azərbaycan dilini sonradan öyrəniblər deyə onlar bizdən baxanda o qədər səlis danışa bilmir. Amma hər ikisi də danışa bilirlər Azərbaycan dilində. Amma siz belə deyək, təhsiliniz Azərbaycan dilində olub deyə ona görə bu qədər səlis danışırsınız. Mənim təhsilim düzünü rus dilində olub. Məktəbim də olsun, universitetim də olsun, hər ikisi də mən rus dilində təhsil almışam. Ona görə də rus dilində də rahat şəkildə danışa bilirəm. Azərbaycan dili isə ətrafım, dostlarım, artıq bu məqamlara görə də Azərbaycan dilində belə səlis danışa bilirəm.
Aha. Növbəti sualım odur ki, məsələn, bizə çox maraqlıdır ki, şəxsən mənə də görüntü olaraq Çinli görürəm, amma səs Azərbaycan dilində gəlib. Bu inanıram ki, təkcə məndə təəccüb yox, bir çox, yəni səninlə ilk tanış olanlar olsun, ətrafındakı azərbaycanlılar olsun, hətta tanımayanlara belə çox qəribə gələ bilər. Mənə maraqlıdır ki, onların reaksiyası necə olubdu sənə? Düzdür, onlar adətən telefon zənglərində olanda bilmirlər ki, Çinli ilə danışırlar, düşünürlər ki, Azərbaycanlı ilə danışırlar. Amma mənlə görüşəndə, görüb eləyəndə və biləndə ki, mənlə danışırlar, artıq çox şoka düşürlər ki, həqiqətənmi mənimlə danışıblar. Və çox təəccüblənirlər ki, Azərbaycan dilim çox belə səlis danışıram və adətən şok yaşayırlar. Bəs olubmu ki, məsəl üçün sənin Azərbaycan dili bilmədiyini, yəni düşünüblər və məsəl üçün sənə Azərbaycan dilində nəsə deyiblər, yəni bu Çinliyə baxın kimi reaksiyalar, yəqin ki, sən küçədə gəzərkən çox rastlaşırsan bu reaksiyalarla. Düzünü, bəli, küçədə ya da ictimai nəqliyyatda bir neçə dəfə olub, amma düzünü çox da bir reaksiya verməmişəm onlara. Nə deyirlər? Düzünü çox da pis sözlər bir şey istifadə eləmirlər. Sadəcə deyirlər ki, xaricə baxın, Yapona baxın, Çinə baxın. Elə bir məqamlar olubdu məndə, amma yenə də çox da bir reaksiya vermədim. Düşünürəm ki, belə bir məqamlarda reaksiya vermək mənasızdır mənə görə. Eynən, düzdür. Yəni Yapon da deyiblər, Koreyalı da deyiblər. Koreyada deyirlər, Yaponiyada deyirlər, Çində deyirlər. Bu üç ölkənin hər hamısında deyirlər mənə. Çox maraqlı. Yaxşı, bizə maraqlı gələn bir digər nüansa keçirəm. Nəyə görə valideynlərin sırf Çində yox, Azərbaycanda gəlib yaşayıblar? Səbəb nədir? Valideynlər mənim o vaxtları elə bir işlə bağlı bura köçmüşdülər. İşlə bağlı işlədiyinə görə artıq elə uşaqlar da oldu və düşündülər ki, biz artıq burada da təhsilimizi davam etdirək. Bəs sən necə istəyərdin? Orada mı böyümək, yoxsa burada mı böyümək? Sənin üçün nəsə bir fərqi varmı bunun? Ki təbii ki, fərqlər çoxdur iki ölkə arasında, tərəziyə qoyulmayacaq qədər. Amma mənə maraqlıdır sənin şəxsi fikrin bu barədə. Fərq əslində təhsillə bağlı. Çindəki təhsillə buradakı təhsil tamamilə fərqlidir. Çindəki təhsil qat-qat ağırdır. Orada demək olar ki, uşaqlar səhər gedib axşam təkcə qayıdırlar, amma bəzi məktəblər var ki, öz yataqxanaları var ki, uşaqlar dərsə gedib, dərsdən sonra da gedirlər, axşamlar yataqxanada keçirirlər, yatırlar. Harda böyümək istəyərdim, düzünü bilmirəm. İstər orada ya burada. Məncə orada böyüsəydim fərqli bir çətinliklər görəcəydim. Burada böyüdüyümə görə fərqli bir çətinliklər gördüm. Mən hətta eşitmişəm ki, orada uşağı birinci gün təhvil verirlər məktəbə, bir də 5-ci gün götürürlər. Yəni bu ümumiyyətlə bu həftə içi uşaq məktəbdə qalır və məktəb rüsumları da çox yüksəkdir. Xaricilər üçün demirəm, amma elə məktəblər var ki, Çinlilərin özü üçün hardasa aylıqları $10,000, $11,000, yəni bu qiymətlərdir. Düzdür? Bəli, düz deyirsiniz. Çində elə məktəblər var. Elə hallar var ki, birinci gün gedirlər, 5-ci gün axşam qayıdırlar. Elə var ki, birinci gün gedirlər, 6-cı gün qayıdırlar. Və sadəcə 6 bazarı evdə keçirib təzədən birinci gün məktəbə gedirlər. Bayaq dediyim kimi, elə məktəblər var ki, orada da oxuyurlar, orada da yatırlar, orada da yemək yeyirlər. Ona görə Azərbaycan təhsil sisteminə baxaraq, orada bəzi məktəblər qat-qat çətin keçir. Aydındır. Və bu qiymətlərin yüksək olması. Səncə bu Çin xalqı üçün nə qədər real qiymətlərdir? Çünki ən belə deyək, ucuz işçi qüvvəsi Çindədir. Çoxdular. İstər-istəməz, yəni iş tapa bilənlər kimi tapa bilməyənlər də var. Yəni bu o deməkdir ki, hər kəs təhsildən eyni belə deyək də eyni qaydada yararlana bilmir. Eyni şərtlər altında yararlana bilmir. Bəli, orada indi hal-hazırda düzdür. O vaxtdan düşünürlər ki, Çində işçi qüvvəsi çox ucuzdur və s. Amma hal-hazırda Çin işçi qüvvənin maaşı da o qədər aşağı deyil.
Düzdür, nisbətən bəzi işlərə baxanda aşağı yenə də görsənir Çinə baxanda. Məsələn, sözünü kəsirəm. Temu-da işləyənlərin belə bir sosial şəbəkədə məlumat yayılmışdı ki, günü 2 dollara işləyirlər. 2 ya da 5 dollar arası bir qiymət idi və bu da bizə görə çox aşağı bir məbləğdir. Bəli, ola bilsin Temuda 2 və ya 5 dollar arasında gündəlik maaş verirlər. Amma indi hal-hazırda Çində adi işçi qüvvəsinin hardasa gündəlik 100 yuana gəlib çıxır. 100 yuan da Azərbaycan pulundan 25-30 manat arası edir. Ona görə də düzdür. İndi elə işçilər var ki, adamlar var ki, belə 10 min, 11 minlik məktəbə qoya bilmir. Ondan ucuz məktəblər də var, hansı ki, adi məktəblər kimi sayılır və sadəcə məktəbə gedib və qayıdırlar hər gün. Bizim dövlət məktəbləri kimi məktəb. Bəli, dövlət məktəb və özəl məktəb kimi orada da var. Əla. Keçirəm növbəti sualıma, hansı ki, bu mənə də şəxsən çox maraqlıdır. Mən bilmək istəyirəm ki, sənin dinin nədir? Mənim dinim müsəlmandır. İslamdır. Bəli, İslamdır. Aha. Düşünsək ki, mənbələrdə Çin ateist bir ölkə kimi deyək, bilirik biz bunu oxumuşuq. Təbii ki, orada buddistlər də var, daosizmə sitayiş edənlər də var. Müsəlman, hətta şəhərləri var, böyük bir şəhərlər müsəlman və xristian. Mənə maraqlıdır ki, sən İslam dinini nəyə görə seçmisən? Çünki Çinlisən, ateist bir ölkənin vətəndaşısan. Burada sənin bu dinə gəlməyində əsas rol oynayan sənin ətrafınmı olub, yoxsa belə deyək, özünmü istəyərək, qəlbdən sevərək bu müsəlman olmağı seçmisən? Baxmayaraq ki, Azərbaycan tolerant bir ölkədir, amma əhalinin çoxlusu müsəlman sayılır və ətrafım da çoxlusu müsəlman olduğuna görə mən də müsəlman seçmişəm. Bəs bunun sən məsəl üçün araşdırıb, oxuyub, belə deyək, ürəkdən istəyərəkmi? Yəni o da var səndə, yoxsa sadəcə ətrafına görə İslamı seçmisən? Özümü daha da çox İslam olduğumu fikirləşirəm. Çünki ətrafım müsəlman olduğuna görə onlar nə vaxt namaz qılanda, sonra adət-ənənələri çox görmüşəm deyə özümü daha çox İslam olduğunu düşünürəm. İslam dininə daha çox yaxın hiss eləyirsən özünü. Aha. Ailədə neçə uşaqsınız? Bizim ailədə 5 uşaq. 5 uşaqsınız. Aha. Ən böyük sənsən? Xeyr, məndən də böyüyü var. Aha. Amma mən ailədə ikinci uşağam. İkinci uşaqsan. Neçə qız, neçə oğlansınız? 3 oğlan, 2 qızı xeyr. Əla. Bəs sənə mənə bir də maraqlı gələn nədir? Bu Çində əslində bir neçə il əvvələ qədər tək uşaq qanunu var idi konstitusiyada ki, mən eşitmişəm ki, bir uşaqdan artıq uşağa icazə vermirdilər. Və siz 5 uşaqsınız. Sənin buna münasibətin necədir? Oradakı qanunlara münasibətin necədir? Düzdür. O vaxtları Çin konstitusiyasına baxaraq bir uşaq nəzərdə tuturdular, amma hal-hazırda o qanun ləğv olunub və ən azı 2 uşaq olduğunu qoyurlar. Həm də ki, bu qanun əsas hansı şəhərlərdə olurdu? Harda ki, çoxlu əhali olduğu yerlərdə, megapolislərdə, məsəl üçün Pekindir, Şanxaydır, Guangzhoudur, belə şəhərlərdə bəli, o qanun işləyirdi. Amma qıraq yerlərdə, məsəl üçün balaca bir kənddə, əyalətlərdə bəli. Elə yerlərdə məsəl üçün 2, 3 və 3-dən artıq uşaq da ola bilərdi. Aha, deməli mən bunu bilmirdim, mənə maraqlı gəldi. Deməli bu qanun sadəcə böyük şəhərlər üçün keçərli imiş. Bəli. Evdə hansı dildə danışırsınız? Biz evdə əslində qarışıq danışırıq. Çin dilində də danışırıq, Azərbaycan dilində də danışırıq. Hərdən elə hallar olur ki, rus dilində də olur, amma çox az. Çin yəqin ki, mandarinlə danışırsınız. Mandarin dilində də ya da kantonis dilində də danışırıq. Çünki biz özümüz Guangzhou şəhərindənik və valideynlə adətən mandarin dilində yox, kantonis dilində danışırıq. Uşaqlar arasında da adətən Azərbaycan və ya Çin dilində istifadə edirik. Kantonis və mandarinin dilini mən bir tədris eləyirəm deyə mən bilirəm. Zəhmət olmasa mən istəyirəm ki, sən izləyicilərə açıqlayasan ki, mandarin dili ilə kantonis dilinin fərqi nədir?
Mandarinlə kantonis dilinin əslində fərqi qat-qat böyükdür. Çünki kantonis artıq bir ləhcə kimi bir dildir. Məsəl üçün bir misal gətirə bilərəm. Azərbaycanda Talış dili var, Ləzgi dili var, Avar dili var. Demək olar ki, onun kimi oxşar bir şeydir. Və tamamilə fərqlidir. Bəli, tamamilə fərqlidir. Tamamilə başqa sözlər ifadə olunur və deyilişi də tamamilə fərqlidir. Guangzhou dedin. Guangzhou bilirik ki, biznes trading şəhəridir, yəni biznesin mərkəzidir. Düzü mən özüm Guangzhouda olmuşam, amma kantonis danışana çox da rast gəlməmişəm. Çünki inkişaf eləmiş şəhərlərdən biridir və mandarin daha çox aktualdır. Amma sən deyirsən ki, Guangzhou kantonis dilində danışır. Bəli, başa düşürəm ki, siz niyə eşitməmisiniz? Çünki mandarin Çin dilin rəsmi bir dildir və bütün çinlilər mandarin dilində danışmağı bacarmalıdırlar. Kantonis artıq bir ləhcə olduğuna görə təkcə öz arasında olan məqamlar olanda öz arasında kantonis dilində istifadə edirlər. Yəni bilirlər, amma çox istifadə eləmirlər. Yəni əsasən biznesdə, ticarətdə xaricilərlə danışanda sırf mandarin istifadə edirlər. Bəli, çünki xaricilər də sırf mandarini öyrənir. Kantonis çünki tədris olunmur və mandarin bayaq vurğuladığım kimi rəsmi Çin dili, Çində istifadə olunan bir dil olduğuna görə biznes yerlərdə, belə məqamlarda ya da təhsildə mandarin dilini istifadə edirlər. Sən indi mandarini də bilirsən, kantonisi də danışırsan. Necə olub ki, bu ikisini sən balansda saxlaya bilmirsən və paralel Azərbaycan dili və rus dili? Kantonis ailə ilə danışıram, adətən valideynlə. Amma valideynlər mandarin də danışır. Yox, kantonis dilində də danışa bilirlər. Mandarin də bilirlər. Bəli, hər ikisini də bilirlər. Nənə ilə, baba ilə adətən kantonis dilindən istifadə edirik. Ona görə yaddan çıxmır. Bəli, amma düzdür, o dili demərəm ki, o qədər mükəmməl bilirəm, çünki elə vaxtlar olur ki, mən də başa düşmürəm onlar nə danışırlar. Hardasa 60-70% deyərdim onu başa düşürəm. Mandarin dili də özüm də burada təhsil almışam, kurslara getmişəm, evdə də kömək eləyiblər. Azərbaycan dili ətrafımda, dostlarımla balans saxlamışam. Rus dili də təhsilim rus dilində olduğuna görə hər gün rus dilində eşidirdim. Əla. Mənim məsəl üçün özüm də Çində olmuşam, bir çox şəhərlərini gəzmişəm. Eyni zamanda tələbələrimdən də əldə etdiyim məlumatlardan var ki, məlumatlar arasında belə bir məlumat var ki, çinlilər yəni sırf bu dil fərqinə görə elə olur ki, iki çinli danışarkən bir-birini başa düşmür, üçüncü çinlini tərcüməçi olaraq yanlarında gəzdirirlər. Biraz belə deyək, gülməli bir vəziyyətdir bu və sən belə bir vəziyyətlə qarşılaşmısanmı və yaxud da ailəndə kimsə hansısa bir çinli ilə danışıb, amma onu başa düşməyib? Bəli, elə hadisələr olur. Çünki şimalla cənubun ləhcələri tamamilə fərqlidir. Və çinlilər ləhcə çox olduğuna görə bəzi hallarda elə olur ki, şimaldakı olan çinli ilə cənubdakı olan çinli mandarin dilində də danışsalar belə bir-birini başa düşmürlər. Ona məcburi qalır ki, üçüncü çinlini çağırırlar. Hansı ki, həm o dildə də bilir, həm bu dildə də bilir və ortaq bir şey çıxarıb bir-birinin üçün köməklik göstərirlər. Düzdür, mən elə hadisələrlə rastlaşmamışam bu günə kimi. Amma elə hadisələr olub ki, həqiqətən çinli hərdən nəsə danışıb, mən də başa düşməmişəm. Sırf o da ki, ləhcə probleminə görə. Ləhcə probleminə görə. Elə bu dilin tədrisinə gəlmişkən, sən özün universitet olaraq hansı universiteti və fakültə olaraq hansı fakültəni bitirmisən? Mən Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişəm. Çinşünaslığı. Bəli, Çinşünaslığı qurtarmışam. Nə düşünürsən məsəl üçün? Ötən mən özüm də məşğul olmuşam deyə, keçən, yəni bir neçə il öncəyə getsək, tələbat bu qədər indiki qədər deyildi.
Həm dili öyrənməyə tələbat var, həm fakültə olaraq inkişaf gedir, həm belə deyək, Çin dili tədris mərkəzləri açılır. Hətta açılır deməzdim, müxtəlif qiymətlərə açılır. Yəni 25 manata var, 40 manata var, 30 manata var ki, qarşıma çıxır. Sən də bu dili tədris eləyirsən, mən də eləyirəm. Və mən öz şəxsi fikrimi demək istəyirəm ki, mənə görə bu 25-30 manat qeyri-realdır. Mənə düzgün gəlmir. Bəli, sizlə tamamilə razıyam. 5 il əvvələ baxarkən Çin dilinin tələbatı və indiki ilə indi qat-qat çoxdur. Həm də ki, özünüz bildiyiniz kimi bu il iyun ayında 2 tərəfli vizanı ləğv ediblər və hal-hazırda artıq Çinə getmək istəyən tələbat daha da yüksəlib. Bəli, mənim qarşıma da çıxıb 25 manat da görmüşəm, 40 manata da görmüşəm. Düşünürəm ki, onlar sadəcə ilkin səviyyələri bilərək və onlarla olaraq tədris edirlər. Nəyə görə bunda mənim üçün yaxşı deyil? Çünki Çin dili həqiqətən çox çətin bir dildir. Özünüz də çox gözəl bilirsiniz bunu. Və buna biz illərdir əziyyət qoyuruq. Düzdür, mənim situasiyam biraz fərqlidir. Çünki mənim ailəm Çinlidir. Mənim üçün Çin dili uşaqlıqdan var. Amma bu elə bir dildir ki, asan bir dil deyil. Və o qədər əziyyətdən sonra aylığa 35 manat, 50 manat tədris eləmək üçün çox gülməli bir qiymətdir. Çünki Çin dilinin elə məqamları var ki, heç Azərbaycan dilində tərcümə oluna bilmir və ya rus dilində tərcümə oluna bilmir. Və biz onun üzərində nə qədər işləyib, sonra başlayırıq tədris eləməyə. Biznes terminləri tamamilə fərqlidir. Onları gedib özümüz araşdırmalıyıq. Hansı sözlərdir, özümüz baxırıq, yazırıq. Qırağa eləyirik, öyrədirik, necə istifadə eləməliyik. Bunlar biz demək olar ki, günlərimiz də gedir, gecələrimiz də gedir. Düşünürəm ki, sizdə də belə bir hadisələr olub. İki mədəniyyət arasındakı fərq. Azərbaycan mədəniyyəti və Çin mədəniyyəti arasındakı fərq. Bu fərqi necə izah edə bilərsən? Düzünü evdə biz Çin mədəniyyətinə bağlı və ya Azərbaycan mədəniyyətlərinə bağlı hər ikisini də keçirik. Hər iki ölkənin bayramlarını keçiririk. Məsəl üçün Azərbaycanda Yeni il, Novruz bayramı, Ramazan bayramı, Qurban bayramı. Bunlar hamısını biz evdə keçiririk. Eyni zamanda Çin Yeni ilini də fevralda qeyd edirsiniz. Bəli, Çin Yeni ili əslində biraz dəyişir. O hər il tarixi ya qabağa düşür, ya da arxaya. Yanvarın axırları da ola bilər, fevralın əvvəli də ola bilər. Novruzu necə qeyd edirsiniz? Hansı adət-ənənələri yerinə yetirirsiniz? Elə buradakı kimi, xonça olur, bəli, şam, şəkərbura, paxlava, tonqal da olur. Çərşənbə axşamları. Çərşənbə axşamlarını da qeyd edirsiniz. Bəli, hər ikinci gün onlar qeyd olunur. Axşamlar tonqal yandırılır. Uşaq vaxtı mən hətta papaq da atmışam. Gedib qapıları döyüb, papaq qoyub şirniyyatlar götürmüşəm. Bəs tonqalın üzərindən hoppananda ağırlığım, uğurluğum odda yansın demişsiniz heç indiyənə qədər. Bəli, demişəm. Hətta bilirəm ki, 3 dəfə deyəsən hoppanmaq lazımdır ki, həm hər dəfə hoppananda o sözü istifadə etmək lazımdır, sözü demək lazımdır. Bəs indiyənə qədər Qurban bayramında qurban kəsmisiniz? Biz hər Qurban bayramında qurban kəsirik. Ailəlikcə yığışırıq. Sonra kabab bişirilir, sonra qurban kəsiləndən sonra. Bunlar hamısı biz edirik, bəli. Bəs ziyarətgahlara, məscidlərə getmisən? Xeyr, biz adətən evdə keçiririk. Məscidlərə, yəni ibadət üçün? Xeyr, getməmişəm bu günə kimi. Bəs Çində olanda Buddanın evinə ziyarətə getmisən? Turistik olaraq? Bəli, getmişəm. Çox böyükdür və
düşünürəm ki, siz də orada olsaz. Mən olmuşam. Olmusunuz? Mən bir çox Asiya ölkələrində Buddanın belə deyə evinə getmişəm, baxmışam. Çünki mənə maraqlı gəlir fərqli mədəniyyətlər, fərqli dinlər. Düzdür, əslində hər birinin belə deyək də şərtləri demək olar ki, oxşardır. Yaxşı insan olmaq, xeyirxahlıq eləmək. Sadəcə istər-istəməz mənə Buddadan maraqlı gəlirdi ki, o Buddaya necə sitayiş eləyirdilər. Hətta mən Çində olsun, Taylandda olsun, Vyetnamda olsun çox maraqlı bir şey görmüşəm. Buddanın heykəlinin önünə gətirib meyvələr, nə bilim, yemək, içmək, su qoyurlar. Hətta suyun içinə pipet də qoyurlar ki, Budda rahat içsin deyə də mən onu o formada, yəni xaricdən soruşmuşdum. Özü mənə açıqlama vermişdi ki, biz meyvəni dilimləyirik ki, rahat nuş eləyə bilsinlər. Düzü mən ilk dəfə bunu görəndə düşünmüşdüm ki, bu insanlar üçün necə ki bizdə məsəl üçün ziyarətgahlarda konfet, halva paylayırlar, şirniyyat paylayırlar. Düşündüm elə bir şeydir. Yaxınlaşıb götürmək istəyirdim. Orada bir meyvə var idi, dragon fruit var idi. Orada mənə yaxınlaşıb dedilər ki, bəs bu Budda üçün qoyulan yeməkdir. Bunu insanlar yeyə bilməz. Əksinə insanlar evindən gətirir, Buddaya verirlər. Mənə çox qəribə gəldi. Çünki mənim gözümdə Budda düzdür, bəzi insanlara görə ilahi bir varlıq olsa da heykəldir və o bunu yeyə bilmir. Və nəticədə o çürüyür, onu tulluyurlar. Bunun sən şahidi olmusan heç Çində? Bəli, elə məqamlar var. Necə yanaşırsan buna? Düzünü mən çox da Buddanı bilmədiyimə görə bilirəm ki, bəli, elə məqamlar var. Buddanın heykəlinin qarşısına yeməklər qoyulur və nəsə deyirlər, ən əsas da sağlamlıq, yaxşılıq falan olsun deyə və onu deyəndən sonra isə yeməklər qarşısına qoyub əyilib və çıxıb gedirlər adətən. Və düşünürlər ki, bu bir inam kimi gedir. İnancdır. Bəli, inancdır. Köhnədən, o vaxtdan gəlmiş kimi bir şeydir. Və bunlar artıq bunu etdikdən sonra düşünürlər ki, hər şey yaxşı olar. Bir dənə də maraqlı məqam var Çində. Hər bir mağazada, hər bir obyektdə pişik qoyurlar. O pişiyin şəklini aşağı verərik. Pişik belə əli ilə bu formada hərəkət eləyir və mənası sırf yeni açılan bir obyekt olsun, hər hansısa bir müəssisə olsun, ora sanki əli ilə pulu çəkir ki, pul gəlsin. Bəli, o bir adət-ənənə kimi sayılır ki, düşünürlər ki, elə bir qoyanda təzə obyektdə, təzə açılanda çox da özünüz bilirsiniz ki, pul gəlmir falan və onu qoyduqdan sonra isə pul daha da çox gəlməyini istəyirlər. Yoxlamısan belə bir şey? Düzü mən yoxlamışam. Mən də yoxlamışam. Mən o pişiyin briloku olsun, açar üçün çox formada fiqurlar satılmışdı. Mən alıb sadəcə suvenir kimi qoymuşam. Bəlkə də ola bilsin ki, mən ona ürəkdən inanmıram ki, bu pişik mənə pul verəcək. Ona görə mən də alınmayım. Ola bilər. Mən də yoxlamamışam onu. Hə, hətta belə qəpik formasında düzəldirlər üzərində həmin o pişiyin şəkli və qoyurlar pul qabının içinə və inanırlar ki, həmin pul qabı pulla dolacaqdır. Bəli, siz düz deyirsiniz. Bayaq özümüz də vurğulamamız kimi heykəllər var, amma heykəldən başqa qəpiklər kimi də qoyurlar ki, rahat pul qabıya yerləşsin və ya bir stikerlər falan olur ki, harası yapışdırılsın ya da özündən götürülsün ki, daha da pul çox olsun. Uğur gətirdiyinə inanırlar. Uğur gətirsin, bəli. Aha. Əslində bu bir növ belə deyə də pişiyi ilahiləşdirirlər bir növdə. Necə ki Hindistanda inək belə bunlar üçün müqəddəs hesab olunur hindlilər üçün. Belə çıxır ki, pişik də bu Çində önəmli bir fiqurdur. İndi sözümü nəyə gətirmək istəyirəm? Bir çox insana Çin mətbəxi deyəndə ağlına it pişik yemək gəlir. Amma biz görürük ki, bunların pişiyə hörməti var. Həqiqətən də. Nə düşünürsən bu haqqda? Çünki mən şəxsən öz təcrübələrimə əsasən deyə bilərəm ki, çox 100%-dan 3-4% bəlkə də pişik və yaxud da it əti yeyə bilər. Amma əslində Çin mətbəxinin çox gözəl yeməkləri, bizim mətbəx də təbii ki, çox zəngin və çox dadlı bir mətbəximiz var. Bizim mətbəx nisbətən ağır yeməklərlə zəngindir, amma Çin mətbəxi daha çox yüngül yeməklərlə
belə deyək aktualdır ki, çünki çinlilərin də belə deyək dərilərinin təmiz olmağı olsun, yaşlanırlar, 50-60 yaşına gəlirlər, amma 40 yaşındakı kimi görsənirlər. Təbii ki, burada Çin baxım məhsullarının da önəmi var ki, çox təmiz məhsulları var. Amma düşünürəm ki, burada qida çox böyük rol oynayır. Bəli, düz deyirsiniz. Adətən Azərbaycanlılar Çin mətbəxini eşidəndə düşünürlər ki, it olur, pişik olur, tarakanlar olur. Bu çox yanlış bir fikirdir. Çünki şəxsən özüm nə it pişik, nə tarakan yemişəm və o ola bilsin ki, Çinin 1-2% kimsə yeyə bilər və yeyənlər də adətən gedib çəkirlər onları və elə yayırlar ki, güya bütün çinlilər it, pişik və tarakanları yeyir. Orada da bildiyiniz kimi çoxlu dadlı yeməklər var. Hər şəhər üçün özəl bir yeməklər olur. Adi qoyun ətindən də olur, mal ətindən də olur. Təbii ki. Amma ki bildiyiniz kimi Çində daha çox donuz əti yeyilir. Və ən dadlı donuz əti hesab olunur Bəli, orada. bəli. Azərbaycanla müqayisə edəndə mal əti ilə qoyun ətini Azərbaycanda qat-qat dadlıdır. Çünki həm yeri də yaxşıdır, həm də ki eşitdiyimə görə otlar biraz duzlu olur, daşlar duzlu olur. Amma Çində məsəl üçün düzdür, onlar da yeyilir, amma Dadlı olmadığını eşitmişəm. Bəli, o qədər dadlı olmur Azərbaycandakı kimi. Buradan keçmək istəyirəm nəyə? Əslində bu street foodlar Çində məşhurdur, küçə yeməkləri. Axşam bazarları olur, gecə bazarları olur. Həmin o bazarlarda biz tarakanda görə bilərik, böcəklər, ilanlar, kərtənkələlər görə bilərik. Bunları yeyirlər. Amma bunun da əslində bir tarixi var ki, bu insanlar bunu necə yeməyə başlayıblar. Bunun əslində kökündə bir zərurət dayanır ki, həqiqətən də vacib olub ki, lazım olub ki, bunlar o tarakanı, kərtənkələni tutub yeyiblər. Məncə bunun belə deyək tarixinə getsək, bu müharibə dövründən yaşanmış hadisələr, aclıq hadisələri, istəyirəm davamını sən gətirəsən, çünki sən də bu mövzuya bələdsən mənim qədər. Bəli, düz deyirsiniz. Bunun bir tarixi var. Hansı ki, o vaxtlar içində müharibə olduğu zaman yemək olmadığına görə, tapa bilmədiyinə görə əlində nə görüblərsə götürüb yeyiblər. Belə açıq deyək. Amma indi çox adam belə şeylər yemir. Məsəl üçün it olsun, pişik olsun, kərtənkələ olsun, elə şeylər yeyilmir. Çünki indiki dövrdə də yemək azlığı demək olar ki, yoxdur. Və onlar yeyənlər də adətən qədimdən qalmış bir ənənə kimi qalıb. Məsəl üçün evində, uşaqlıqdan kimsə elə şeylər yeyibsə, onlar üçün normal gəlir. Amma məsəl üçün bəzi ailələr üçün, məsəl üçün bizim ailə, biz elə yeməklərə çox qəribə baxırıq və iyrənirik. Yemirsiniz. Yemirik, xeyr. Tamam. Azərbaycan mətbəxi və Çin mətbəxi. Hansı olmadan olmaz sənin üçün? Birini seçməlisən və deyək ki, ömrünün sonuna qədər o mətbəxdən yeməlisən yemək. Hansını seçərdin? Düzünü Azərbaycan mətbəxi də çox zəngin bir mətbəxdir. Cürbəcür, fərqli bir yeməkləri var. Məsəl üçün bir ay qabaq Lənkəran tərəfə getmişəm. Lənkəranda da cürbəcür yeməklər verildi. Hansı ki, Bakıda yeməmişəm heç vaxt. Ləvəngi? Bəli, ləvəngidir. Sonra düzün adları yadımdan çıxıbdı, yalan deməyim. Məsəl üçün həmin yeməklər də çox dadlı idi. Amma düzün seçim məncə Çin mətbəxi seçərdim. Çünki Çin mətbəxi də çox böyükdür. Oradakı yeməklər seçimləri də böyükdür və mənə daha yaxın Çin mətbəxi olar. Adət-ənənələrə gəlmişkən, məsəl üçün bəzi oxşar ənənələr görürəm.
mən Çinlə Azərbaycan ənənələrində. Eyni zamanda çox fərqliliklər də var. Fərqliliklərdən məsəl üçün mənə maraqlı gələn nədir? Mən yeni eşitmişəm. Bir tələbəmdən məlumat olaraq almışam ki, sən demə Çinli bir bəy, Çinli bir xanımla evlənəndə xanımın atası bəydən müəyyən məbləğdə pul tələb eləyir. Məsəl üçün $40,000 eşitmişəm ki, pul istəyibdi. Nə düşünürsən bu məsələ haqqında? Düzdür, o elə bir Realdır bu. Realdır. Amma $40,000 to есть artıq şəhərdən şəhərə asılıdır. Elə şəhərlər var ki, məsəl üçün $2,000 bəs eləyir artıq. Elə şəhər var ki, məsəl üçün heç 40,000 yox, $80,000-dır. To есть şəhərdən şəhərə asılıdır. Və o pulu verməsələr qızı oğlana vermirlər. Bəli. Düşünürəm ki, bu bir cehiz kimi gedir. Oğlan cehiz verir elə bil. Bəli. Azərbaycanda necə ki, evlənəndə oğlan tərəfindən cehiz alınır. Yox, qız tərəfindən cehiz alınır, oğlan tərəfdən ev alınır. Hə, bu elə gəlib bir şey çıxır. Hə. Onlar da əksinədir. Bəli, orada da oğlan artıq pul verir cehiz kimi və o pul olduqdan sonra isə qız onlar evlənirlər. Burada sənə görə Azərbaycanda evlənməkmi daha rahat gələr, yoxsa $40,000 verib Çinli ilə evlənmək? Düzünü Azərbaycanlılarla evlənmək daha rahat olar, amma yenə də qismət bilinmir. Qarşıma Çinli də çıxa bilər, Azərbaycanlı da çıxa bilər. Yəni deyirsən ki, içindəki şərtlər sənə ağır gəlir də, yəni ağır dünyada. Ağır olsa da yenə də əgər məsəl üçün qismət çıxdı ki, Çinli ilə evlənməli olsam, mən məcburi o adət-ənənələrə əməl edib onları yetirməliyəm. Ya ev olacaq Çində, ya da ki pul verməlisən. Bəli. Əslində burdan bir fərqlilik demək istəyirəm ki, hansı ki eşitmişəm ki, Çindəki toylarda rəqs eləmirlər. Amma bizdə maşallah toylar şou proqram kimi keçir də demək olar ki. Bəli. Orada sadəcə gedirlər, yemək yeyirlər, nikah imzalanır və bu qədər. Olmusan Çin toyunda? Çin toylarında xeyr. Azərbaycan toyunda olmusanmı? Bəli. Nə deyə bilərsən bizim bu möhtəşəm toylar haqqında? Adətən durub rəqs eləyirlər. Yeməklər də çox zəngin, bol, çox dadlı olur. Birinci məsəl üçün yüngül bir yeməklər gətirirlər. Sonra isə başlayırlar kabab, plov, elə yeməklər gətirməyə. Və rəqs eləyə bilirsən, rəqs eləyirsən toylarımızda? Xeyr. Yox. İndi sənə görə hansı toy daha maraqlıdır? Çin toyu yoxsa Azərbaycan toyu? Düşünürəm ki, hər iki toylarda da maraqlı keçirir. Çin toyunda da pul verirlər, yoxsa hədiyyəmi verirlər? Adətən pul verirlər. Pul verirlər. Bəli. Amma mən fikirləşirəm ki, o toydakı rəqs eləmədin, o maraqsızdır. Və hər insandan insana asılıdır. Bəs süfrə zəngin olur Çinlilərin toyunda da yemək. Bəli. To есть orada da cürbəcür yeməklər olur, fərqli yeməklər, dadlar və s. Aydındır. Mən bir də nəyi soruşmaq istəyirəm? Ailə modelinə gəlmək istəyirəm. Çin ailəsi və Azərbaycan ailəsinin müqayisəsini istəyirəm sən bizə verəsən. Çünki yenə məndə olan informasiyalardan bir məlumat vermək istəyirəm və yaxud da təcrübələrimizə əsasən demək istəyirəm ki, ümumiyyətlə Azərbaycan ailə modelində kişi önəmlidir. Ata, qardaş önəmlidir. Amma Çinlilərdə, bir çox ailələrdə belə deyil. Bunu tək mən yox, mənim sırf bizneslə məşğul olan əhatəmdə belə deyək, Çinə o məqsədlə gedib gələnlər də deyirlər ki, məsəl üçün onlarda yemək yemək və yaxud işlədiyin insanı yeməyə dəvət eləmək populyardır, önəmlidir. Çünki Çinlilərin fikrinə görə sən bir insanı tanımaq istəyirsənsə, onunla mütləq dərəcədə bir süfrədə oturub yemək yeməlisən. Və həmin o ailə modelinə gəlmək istəyirəm ki, eşitdiyim məlumatlara görə orada bir çox mağaza müdirləri, obyekt müdirləri qadınlardır. İdarə qadınlardadır. Qadınlar daha çox öndədirlər. Eyni zamanda oradakı qadınlar bizim bu biznesmenləri, kişiləri, yəni rahatlıqla yemək yeməyə dəvət eləyə bilirlər ki, axşam məsəl üçün oturaq yemək yeyək, tanış olaq ki, işi necə görəcəyik. Bəli, düz deyirsiniz. Çində adətən biznes quranda və biznes kimdənsə danışmalı məqamlar olanda qadın başlayır danışmağa. Mən düşünürəm ki, bu normal bir haldır. Çünki bir ailədə təkcə kişinin işlənməsi biraz yük olur, həm də ki ağır olur. Amma qadın da
həmçinin həmin zaman işləyə bilirsə, bacarırsa, düşünürəm ki, buna da eləmək normaldır. Sən məsəl üçün hansı ailə modeli sənə yaxın gəlir və sən hansını dəstəkləyirsən? Qadının öndə olmağını mı iş həyatında, yoxsa kişinin öndə olub qadının passiv olmasını mı? Aha. Amma ikisi də olmağını alınmır ki. İkisi necə olsun? Sənin deyək bir ailən olacaq. Sən məsəl üçün hansına razısan? Yəni qadın da idarə etmədə olsunmu, yoxsa kişinin arxasında passiv Amma olsun? elə eləmək olur ki, məsəl üçün həm qadın da idarə etmədə olur, həm kişi də. Hər Hə, də onu deyirəm. Həm qadın öndə olur, həm kişi ilə bir yerdə öndə olur. Hə, ya da ki passiv olur. Sırf əgər mənim haqqında gedirsə, mənim düşüncə, əgər qadın mənim gələcək həyat yoldaşım işləmək istəyərsə, əlbəttə ki, razılıq verərəm. Çünki bu onun bir işidir və daimi evdə qalmağı düşünürəm ki, onun da ürəyi sıxıcı olar. Buna görə də artıq bu gələcək onun seçimini ola bilər. İşləmək istəsə işləyəcək. Sən dəstəkləyirsən. Bəli, dəstəkləyirəm. İşləmək istəsə işləyəcək, istəməsə evdə olmaq istəsə, o da mənim üçün heç bir problem görmürəm. Bəs səncə bu kişilərin Çindəki qadınların öndə və kişilərin passiv olmasının səbəbi nədir? Elə bir tanışlarınız olub sizdə də ki, qadın idarə edici olsun, evdə də olmayıb sizdə. Xeyr. Amma mən şəxsən şahid olmuşam ki, yəni evdə də idarə edən qadın Çinli olub, bazarda da, obyektdə də idarə edən qadın olubdu. Kişi isə uşaq yetişdirməklə məşğuldur. Yəni belə halları şahidi olmuşam və mənə Bəli, elə hadisələr olur. Düşünürəm ki, Azərbaycanda da çox az miqdarda da olsa elə bir ailələr var. Hansı ki, qadın gedir sırf işləyir. Kişi isə adi çox yüngül bir şeylər eləyir. Amma Çində isə düşünmürəm ki, düzdür, hamısı evdə oturur kişilər. Onlar da adətən çıxıb işləyib eləyirlər. Çünki biri var ailə büdcəsinə bir nəfər ağır yük daşısın. Biri var ki, 2 nəfər onu ağırlıq götürüb, amma 2 nəfər birlikdə olanda o yük daha da ağır yox, yüngül deyərdim. Əsasən gördüyüm onsuz da ailə biznesləri qururlar. Bəli. Birlikdə işləyirlər. Bəli. Əsasən də biznes şəhərlərində. Hansı şəhərlərə gedib gəzmisən? Guangzhou, Şanxay, Pekinləri gəzmişəm. Və ən xoşuma gələn şəhər bunların arasında. Çünki üçü də megapolislərdir, böyük şəhərlərdir. Bəli, ondan başqa şəhərlərdə əslində gəzmişəm, amma düşünürəm ki, bu 3 megapolislər ən xoşladığım şəhərlərdən biridir. Birini seç. Birini Guangzhou deyək. Guangzhou. Mən Şanxay seçərdim. Nəyə görə? Çünki bu da bir danılmaz faktdır ki, təbəqələr arasında fərq var. Bunu gedib gəzənlər də, tələbələrim arasında da deyənlər var ki, Guangzhouda yaşayanlarla Şanxayda yaşayanların arasında yerlə göy qədər fərq var. Yəni deyilənə görə Şanxay daha elit təbəqədir. Çünki Şanxayda adətən daha çox xarici şirkətlər var. Xarici insanlar daha çoxdur. Amma Guangzhou sırf biznes center olduğuna görə ora sırf biznesmenlər gedir və sırf nə isə alıb satmağa görə gedirlər. Məsələn, mən təzəlikcə bir tələbəmdən eşitmişəm ki, o mənim üçün iki şəhəri müqayisə elədi və dedi ki, Guangzhouda insanlar küçəyə tüpürürlər rahatlıqla, amma Şanxayda elə bir şey görmədi, rast gəlmədi. Çünki Şanxay yenə dediyim kimi xaricilər çox olduğuna görə artıq onlar xarici mühiti götürürlər və Şanxay qismən o birisi şəhərlərə baxanda artıq biraz başqa şəhərlərlə, başqa ölkələrlə olan mədəniyyəti qarışıb artıq. Bu belə bir mədəniyyətlərə toxunmuşkən, mətbəxlərə toxunmuşkən, belə bir informasiya var ki, məndə Çinlilər evdə yemək bişirməyi sevmirlər. Məhz ona görə də Çində, Çin küçələrində küçə yeməkləri aktualdır.
hələ də gecə bazarları işləyir. Nəyə görə? Çünki çinlilərin fikrinə görə, bir çox çinlinin fikrinə görə deyirlər ki, biz həmin o yemək bişirməyə itirdiyimiz vaxtda pul qazana bilərik. Belə bir düşüncə var onlarda. Ona görə məsəl üçün ümumiyyətlə evlərin proyektinə baxanda mətbəxlərə çox kiçik bir yer ayrılır. Çünki evdə yemək bişirmirlər. Gedib axşamları küçə yeməkləri yeyirlər, küçədə əyləşirlər ailəlikcə birlikdə. Sizdə evdə yemək bişirmi? Bəli, biz adətən evdə yemək yeyirik. Çünki Azərbaycanda belə baxanda küçə yeməkləri heç olmur. Amma Çində olanda da belə biz adətən evdə yemək bişirib evdə yeyirik. Deməli bizim mədəniyyət sizə keçib də. Bəli. Düzdür. İndi elə insanlar var ki, evdə yemək bişirmirlər və adətən gedirlər sırf küçə yeməklərdə yeyirlər. Amma onun da səbəbləri vardı ki, yemək bişirmək üçün ilk öncə vaxt lazımdır. O da ki, hər insanda yoxdur. Çünki çoxlusu işləyəndir və demək olar ki, səhərdən axşama kimi işdə olurlar və sırf yemək bişirmək üçün və bunun üçün vaxt ayırmaq üçün demək olar ki, vaxtları yoxdur. Məcburən də qalırlar ki, gedib küçə yeməklərində ya da çöldə yemək yesinlər. Hətta mən bunu eşitmişəm ki, bunu mənə Çinli deyib ki, bizim tutalım bir yeməyi hazırlamaq üçün onun məhsullarını almaq, gedib küçə yeməyi yeməkdən daha başa gəlir bizə ki, o məhsulları alaq, hazırlayaq. Nəinki küçə yeməkləri bu dəqiqə yəni Çində çox ucuz qiymətə satılır deyə, yəni sərfiyyat məsələsi də var ki, onlara bu halda qidalanmaq daha çox sərf eləyir. Bu məlumat eşitmişdim və həqiqətən gördüm ki, özüm də yoxlamışam. Çində məsəl üçün nəsə bişirmək istəyəndə gedib məhsulları alanda, yəni qiymət baxımından həqiqətən küçə yeməkləri çox ucuz başa gəlir. Və indi növbəti sualım odur ki, bir Azərbaycan yeməyi istəyirəm. Mənə adını çəkəsən ki, hansı sənin üçün ən ləzzətlisidir və bir dənə də Çin yeməyi. Azərbaycan mətbəxindən deyəsən ən xoşladığım kabab deyərdim. Çünki bütün bayramlarda həmişə kabab olur. Düzdür, plov da olur, dolma da olur. Amma düşünürəm ki, ən xoşladığım kababdır. Çin mətbəxindən də ən xoşladığım xoqo deyərdim. Xoqo da nədir? Hot pot. Hot pot. Onun da şəklini verəcəyik. Bəli. Hansı ki bir tavada bulyon qaynayır və onun içində hazır məsəl üçün çiğ ət qoyub bişirib bir də yemək, tərəvəzləri qoyub yemək. Düşünürəm ki, o daha da mən xoşlayıram. Gözəl. Mən keçmək istəyirəm nəyə? Çin kommunist bir ölkədir. Azərbaycan isə azad, tolerant bir ölkədir. Bu iki, yəni idarə etmə yöntəmi sən məsəl üçün hansı sənə daha yaxın gəlir? Və yaxud da sən necə düşünürsən? Məsəl üçün, mən öz şəxsi fikrimi bildirim. Baxmayaraq ki, Çin kommunist bir ölkədir. Mən Çinə gedəndə kommunizmi demək olar ki, hiss eləmirəm. Oradakı vətəndaşlar da hiss eləmir. Kommunist bir ölkə deyəndə mənim ağlımda canlanan, məsəl üçün, Şimali Koreyadır. Ki, orada həqiqətən kommunizm hiss olunur. Ki, insanların internetə çıxışı yoxdur və yaxud da sərbəst hərəkət eləyə bilmirlər. Səhv eləmirəmsə 7 ədəd saç düzümü var ki, heç kəs başqa bir saç düzümünə icazə vermirlər ki, onlar eləsinlər. Mənə elə gəlir ki, Çində baxmayaraq kommunist ölkəsidir, mən çox azad bir yaşayış tərzi görürəm. Bəli, düz deyirsiniz. Çində düzdür, kommunizm bir ölkə kimi hesab olunsa da belə, Çin demək olar ki, bir azad bir ölkə kimi sayılır. Onun da səbəblərini bildirə bilərəm. Məsəl üçün, əgər hər hansısa Çinli bir biznesə başlamaq istəyirsə, rahatlıqla öz işini qura bilər. Və ya məsəl üçün bayaq danışdığımız kimi çöl yeməkləri rahatlıqla çölə çıxarıb yemək sata bilərlər. Və düşünürəm ki, Çində kommunist ölkə olsa da belə, oradakı əhalilər adətən çox azad bir şəkildə yaşayırlar. Və məncə elə bu azadlığın səbəbi də bu dəqiqə Çinin bu qədər öndə olmasına və inkişafına məncə çox böyük təsiri var. Bəli. Hansı ölkədə yaşamaq istəyərdin? Asiyada olsa, əlbəttə ki, Çini seçərdim.
Təhlükəsizlik baxımındanmı? Bəli, Çində təhlükəsizlik baxımından çox təhlükəsizlik bir ölkədir. Gecə çıxsan da belə, düzdür, heç bir təhlükə demək olar ki, görməyəsən. Əlbəttə ki, bir məqam da vurğulamaq lazımdır ki, hər ölkənin yaxşısı da var, pisi də var. Dolayısıyla qarşına pisi də çıxıb, o demək deyil ki, ümumi Çində çox təhlükəlidir. Amma qismən, adətən orada demək olar ki, çox təhlükəsizlik gecə də belə gəzə bilərsiniz. Edam cəzaları var, bəzi qanunlar var ki, məsəl üçün narkotik satışı illegaldır, icazə verilmir. Baxmayaraq ki, məsəl üçün digər qitələrlə və yaxud da ölkələrlə müqayisə eləsək, Avropada çox legaldır narkotik satışı, amma Çində narkotik satışının cəzası edam cəzasıdır. Məncə bu da bunu Çini təhlükəsiz eləyən səbəblərdən biridir. Bəli, Çin qanunlar içində edam olunan qanunlar var, hansı ki, çoxlu bir ölkələrdə yoxdur və onlardan biri də narkotikdir. Narkotik məsəl üçün tutulan zaman o həmin insan edam olunur. Bəs mən eyni zamanda Azərbaycanın da bəzi ölkələrə, yəni digər ölkələrə nisbətən çox güvənli, təhlükəsiz olduğunu düşünürəm. Düz deyirsiniz, Azərbaycanda da qismən başqa ölkələrə baxanda çox təhlükəsizlik bir ölkədən biri sayılır, düşünürəm. Məsəl üçün Avropada gecələr xaos olur, nəyisə sındırırlar, qırırlar, yandırırlar. Belə hadisələr, bəli. Azərbaycanda belə hadisələr baş vermir. Və ya Türkiyə götürək. Türkiyədə məsəl üçün üstündə bəzilərində hətta silahlar da olur. Gəzdirirlər, silahla gəzdirilir. Bəli. Atışmalar olur, gördüyünüz kimi gündüzləri. Ümumiyyətlə cinayət sayı Türkiyədə, eyni zamanda Avropada da daha çoxdur, nəinki Azərbaycanda. Bəli. Okay, Asiyada biz Çində yaşamaq istəyərdim dedin. Bəli. Avropa düşünürəm ki, düzünü mən ürəyim Avropaya çəkmir. Gedib orada yaşamaq çox da istəmirəm. Amma Avropaya gedib gəzmək istəyərdim. Amma yaşamaq haqqında gəlib danışsaq, düşünürəm ki, Almaniyada daha çox yaşamaq istəyərdim. Bəs sənin Çin vətəndaşlığın var? Xeyr. Yoxdur. Azərbaycan vətəndaşısan. Nəyə görə valideynlərin məsələn Çin vətəndaşıdırlar da, səhv eləmirəmsə. Nəyə görə sizi Azərbaycan vətəndaşı ediblər, yəni Çin vətəndaşı olmamısınız? Düşünürəm ki, burada böyüdüyümüzə görə, həm də təhsil aldığımıza görə biz də buranın vətəndaşlığını götürmüşük. Bəs əlində şans olsa, bir dənə də Çin vətəndaşlığı istəyərdin, Çin pasportu? Düzünü vətəndaş mənim həyatımda çox böyük rol oynamır deyə istər Çin vətəndaşı olub və ya Azərbaycan vətəndaşı olduğum üçün bu mənə yenə də həyatım rolunu çox bir dəyişiklik eləmir. Aydındır. Və sən Azərbaycan vətəndaşı olduğuna görə viza ləğv olunmadığı vaxtlarda, belə deyək, vizalı rejimdə viza alaraq gedirdin Çinə. Bəli, valideynlərim Çin vətəndaşı olduğuna görə, həm də ki, valideynlərim hər ikisi Çində olduğuna görə məndə rahatlıqla viza götürmək olurdu. Aydındır. Çinə səyahətə getməyə hazırlaşan birinə tövsiyə eləyəcəyin 2 şəhər. Mütləq görməlidir o 2 şəhəri. 2 şəhər düzünü çox azdır. Təbii ki, Çin çox böyük ölkədir. Bəli, Çin çox böyük ölkədir. Amma sırf 2 şəhəri nəzərdə tutursunuzsa, düşünürəm ki, ən əsas birincisi Pekin olmalıdır. Çünki Pekin Çinin bir paytaxtıdır. Oradan başlayırıq gəzməyə. Bəli. Birbaşa uçuş da var, artıq daha rahatdır. Bəli. Ondan başqa ikinci də yenə də dediyim kimi Guangzhou məncə olar. Çünki adətən Çinə gedənlər əslində beyinlərində bir növ biznes fikri ilə də gedirlər. Ona görə biznes araşdırması eləmək üçün Guangzhouya mütləq baş çəkməlisiniz. Bəli. Əla. Təşəkkür eləyirəm. Demək olar ki, söhbətimiz yekunlaşır, amma mənim bir də hazır cavab challenge-im var ki, biz bunu sonda eləməliyik. Deməli, mən sənə 2 dənə seçim verəcəm və sən o seçimlərdən birini seçməlisən. Burada Çindən Azərbaycan yenə də mədəniyyəti, yeməklər arasında müqayisə olacaq. Okay. Aha.
Başlayıram birincidən. Tamam. Çin düyüsü yoxsa aş? Çin düyüsü. Nəyə görə? Ola bilsin Çin düyüsü daha çox yeyirəm ona görə. Ona görə tamam. Pekin ördəyimi yoxsa Azərbaycan kababı mı? Pekin ördək. Baozi mı yoxsa qutab? Balcı. Jiaozi yoxsa düşbərə? Düşbərə. Düşbərə. Çin küçə yeməklərimi yoxsa Bakıda Christmas marketlər, yəni soyuq əllər istəyirək? Küçə yeməklər, Çinin küçə yeməkləri. Çin küçə yeməkləri. Çin yeni ili yoxsa Novruz? Novruz bayramı. Novruz. Çin kalliqrafiyası yoxsa Azərbaycan xalça naxışları? Azərbaycan naxış sənətləri. Çin çayı, Azərbaycan çayı. Çin çayı. Aha. Dragon fruit, yəni əjdaha meyvəsimi yoxsa nar? Nar. Kung fu yoxsa güləş? Güləş. Çin nudulu yoxsa Azərbaycan ərişdəsi? Çin nudulu. Çox təşəkkür edirəm Aydın podkastıma qonaq olduğun üçün. Düşünürəm ki, çox maraqlı keçdi. Sizə də təşəkkür bildirirəm ki, məni çağırmısınız. Mənə də çox maraqlı bir gün oldu. Həm də ki, maraqlı bir məlumatlar öyrəndim. Düşünürəm ki, sizə də maraqlı olar. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olub like eləməyi də unutmayın.